Artıq çəkidən əziyyət çəkən xanımlarımız, ekrana yaxın əyləşin, sözüm sizlərədir. Müraciət edirsiniz ki, artıq çəkidən əziyyət çəkirəm, amma diyetoloqlara müraciət edirəm, müəyyən diyetalara otururam, arıqladıcı çaylardan istifadə edirəm, amma heç cür problemim aradan qalmır. Bunun üçün nə etmək lazımdır? Bunun üçün biz bilməliyik, arıqlama, kökəlmə ümumiyyətlə nədən yaranır? Bəlkə hormonal pozğunluq var bədəndə, bunu birinci növbədə qaydaya salmaq lazımdır. Bəlkə bağırsaqlarımız düzgün işləmir, bağırsaqları təmizləmək lazımdır, həzm sistemin qaydaya salmaq lazımdır. Bunun üçün nə edirik? Müraciət edirik TN şirkətinin unikal məhsullarına. Slimming çayı, hansı ki adından da göründüyü kimi dəraltı piy təbəqələrinin əridilməsinə çox gözəl effekt verir. Tərkibində qara əjdaha çayı var və bu qara əjdaha çayı da piy təbəqələrinin yandırılmasına çox gözəl effektiv təsir göstərir. Bağırsaqların işini yaxşılaşdırır, məd-altı vəzinin işini yaxşılaşdırır. Ümumi olaraq orqanizmin təmizlənməsində, maddələr mübadiləsinin normallaşmasında çox gözəl effekt verir. Və arıqlama proqramında selüloza məhsulu, slimming çayı və antilipid çayı, bu üçü birlikdə istifadə olunur. Bunları necə istifadə etmək lazımdır? Günün hansı saatında istifadə etmək lazımdır? Bax, bunun üçün mütləq mənimlə əlaqə saxlayarsınız, açıqlaması veriləcək.